Hə, Salam əziz abituriyentlər, artıq qəbulumuza bir ay qalıbdır. Biz hər gün olaraq may ayının 1-dən axırına qədər hər gün 1-ci və 4-cü qrup tipli sualların izahına və qəbul tipli sualların izahına yer ayırırıq. Məsələn, bugün biz baxaq maqnezium, manqan 4 oksid və xlorid turşusunun reaksiyasına. Biz qəbullarda bunu daha tez-tez rast gəlirik. Ona görə də əmsalları ilə bir yerdə əzbərləsək daha yaxşı olar. Yadınızda saxlayın, hər zaman manqan 4 oksidlə 4 mol xlor reaksiya daxil olur. Manqan O2. Bu zaman 1 mol xlor qazı alınır. Xlorun laboratoriyada alınma reaksiyalarından biridir. Və su və manqan O2. Manqan xlor 2. 4 mol xlorid turşusumuz 4 vur 36,5 qram. Reaksiya daxil olduqda bizdə 1 mol xlor alınır. 1 mol. Şərtdə də isə deyir ki, 200 qram 14,6 faizli xlorid turşusu. 200 qramın 14,6 faizini tapırıq. Bu zaman 2 vur 14,6 qram olaraq saxlayırıq. X-dir. X də bərabərdir. Buradan tənliyimizi həll edirik. 2 vur 14,6 böl 4 vur 36,5 hesablasaq, demək, ixtisar gedir. 14,6 böl 2 vur 36,5. Bu da 14,6 böl 73 bərabərdir 0,2 mol. Deməli, bizim ayrılacaq qazımız, yəni xlor qazımız 0,2 mola bərabərdir. Daha sonra belə bir məsələmizə baxaq. Tərkibində x qram sink SO4, x qram sink SO4 və y qram kuprum SO4. X qram sink SO4 və y qram kuprum SO4 duzları vardır və artıqlaması ilə üzərinə natrium 2S yazaq. Natrium 2S. Bu zaman alınır sink S, ağ rəngli çöküntü. Üzərinə gəlirik natrium 2SO4. Daha sonra yenə artıqlaması ilə dediyinə görə hər iki reaksiya getmiş hesab olunur. Və kuprum S, bu da qara rəngli çöküntü. Üstə gəl natrium 2SO4. Bu zaman yadımızda saxlayaq ki, 1-in 1-ə gedir reaksiya. 1 mola 1 mol ağ rəngli çöküntü, 1 mola 1 mol qara rəngli çöküntü alınır. İndi bizə deyir ki, 0,3 ağ rəngli, 0,3-ə x götürürsünüz. X-iniz 1-in 1-ə getdiyinə görə elə 0,3 mol deməkdir. Y-iniz isə yəni 1-in 1-ə getdiyinə görə 0,2 mol qara rəngli çöküntü deyir. Burada 0,2, y də elə 0,2-yə bərabərdir. Ümumilikdə bizdə kütlələr soruşduğuna görə 0,3-ü sink SO4-ün kütləsinə vururuq. Yəni 65 üstə gəl 96-ya duzun kütləsinə. Buradan demək çıxır, hesablasaq 0,3 vur demək 161, o da eləyir 48,3. Bəli, var cavabda. Daha sonra burada da 0,2-ni kuprum SO4-ün emeri 160-a vurursunuz. Sıfırlar gedir. 32 qram. Demək, x-inizin kütləsi 48,3, y-inizin kütləsi isə 32 qrama bərabərdir. Daha sonra qəbul tipli suallardan demək, sulfat və xlora aid olan hissələrdir. Məsələn, belə bir sualımız vardı. X, Y, Z halogenləri verilmişdi. X və Y Z halogenləri. Şərtdə deyir, halogenlər həm oksidləşdirici, həm reduks edicidir. Biz bilirdik ki, yalnız oksidləşdirici xassiyyə malikdir fluor. Demək, fluor
yalnız oksidləşdirici xassəyə malikdir. Onda yerdə qalan xlordur, bromdur, yoddur. Bunlar isə hər iki xassəyə malikdir. Həm oksidləşdirici, həm də reduksiya edici olur. İndi şərtdə də bizə deyir ki, X2, Y2, Z2 və reaksiya sürətləri V3 böyükdür V1-dən, o da böyükdür V2-dən. Biz bilirik ki, halogenlərdə oksidləşdiricilik deməli qeyri-metallıqla düz asılıdır. Əgər biz flordan uzaqlaşırıqsa, bu zaman onların qeyri-metallıq xassəsi zəifləyir və reaksiya girmə qabiliyyəti də azalır. Ona görə də V3 böyükdürsə, bu xlora aiddir. V1 böyükdürsə, bu broma aiddir. V2 isə yoda aiddir. İndi gəlin görək, X-in qarşısında V1-i görürük. Y-in qarşısında V2-ni görürük. Z-in qarşısında isə V3-ü görürük. V3-ü Z-in qarşısında. Artıq halogenlərdə yuxarıdan aşağı düşdükcə radius artdığına görə hər bir halogen özündən sonra gələn halogeni sıxışdırıb çıxarır. Yəni Z-in üzərinə, Z2-nin üzərinə nə gəlsə bunların duzundan X-i də Y-i də çıxara bilir. Ona görə də Z üstə gəl, natrium X, bəli bu reaksiya gedir. 3 doğrudur. X də yalnız Y, yəni yodu çıxarda bilir. X2 üstə gəl, deməli yodda bizdə Y olduğuna görə natrium Y, deməli bu reaksiyada gedir. Deməli doğru cavabımız 2 ilə 3 B variantındadır. Daha sonra belə bir sualımıza baxaq. Kalium perxlorat, yazaq kalium perxlorat. Perxlorat versə, xlor O4 qalığını kaliumun yanında yazırsınız. Kalium xlor O4. Kalium xlor O4. Bu kalium perxloratdır. Nisbi molyar kütləsini A veribdir bizə. Kalium hipoxlorid. Kalium xlor O molyar kütləsini B verir. A ilə B arasındakı münasibət istəyir bizdən. Burada nə edirik? Deməli, hesablamağa aparmağa ehtiyac yoxdur. Kaliumlar gedir, xlorlar gedir. Fərqə baxırıq. 4 oksigendən biri gedir. 3 dənə oksigen, yəni 3 vur 16 qalır. Mən B-nin üzərinə 3 vur 16 gəlsəm, A-ya bərabər olar. Və yaxud da A-dan 3 vur 16 çıxsam, B-yə bərabər olar. İndi baxaq görək hansı asıllıq doğrudur. Deməli, A-dan 3 vur 16, yəni 48. B-ni soruşduğuna görə B bərabərdir. A minus 48. Doğru variantımız C variantıdır. Növbəti videolarda yenə də müəyyən qədər nəzəri hissələrə və praktik hissələrə toxunarıq.